Mən 7 gün işləyirəm. 20 ildir mənim gecən gündüz olub. Başımda tüküm də qalmayıb. Mənim niyə maşınım olmasın ki? Niyə mənim maşınım olmasın? Niyə mən ağacda yaşamalıyam mən? Toyuqam, toyuq ağacda yaşayım. Vallahi mən... İnsan işləyər, fəaliyyət göstərər ki, maşın olsun, ev olsun. Korporativ işlər bir tərəfdən, efirlərin bir tərəfdən. Mənə şeydir, söz atır, bir-iki nəfərə söz atır ki, bunların deyir, maşallah, elə dünən sırayla çıxan aparıcıların maşınları var. Bizim niyə maşınımız olmasın? Niyə bizim bahalı maşınımız olmasın ki, niyə? Biz bəyəm evdə oturmuşuq bütün günü, işləmirik, çalışmırıq. Səhər saat 9-dan çıxıram, mən saat ən tez gəldiyim saat 10-dur. O aparıcı düzgün eləməyib. Partlayır, indi əlində özdə. Kübra xanım, and olsun Allaha, bax Qurana and olsun, Qurana and olsun. Ən bahalı maşını o sürüb. Ən gözəl yerdə o yaşayıb. Zamanında ən bahalı ayaqqabıları, ən bahalı kostyumları həmişə o geyinib. Elədiyi bir şey də yox deyir. Anladım. Amma sən indi... Bu günləri o getmir. Daha getmir, sən yapaqla, biz də zamanı gələndə, biz də evdə oturacaq, biz də baxacaq gənclərə. Durum mən indi abırsız, utanmadan, qızarmadan, təzə gələn aparıcılara dəstək olmaqdansa, onlara moral, həvəs verməkdənsə və yaxud da özümdən sonra bir-iki... Buna ürək lazımdır. Hazırlayın ki, yaxşı aparıcılar olsun. Təmiz qəlb lazımdır buna. Sən götürsən, deyirsən, utanmırsan, sən ayıb deyirsən ki... Səni yaxşı yaşamağın, gənclərə stimul verilməli, qazanmaq yeri var. Ayıb olmaz, mən işləmək lazımdır da. Yoxsa sən çalışırıq da. Kim gələr sənə? Çalışırıq, qurban olum sənə. Səhər günümüz yox, düzgarımız yox. Maşallah, mən bunu pis mənimdə, ne biləm, ya da minnət qoymuram. Bu mənim həyatımdır. Mən bundan zövq alıram, ondan sonra mən insanları çox sevirəm, insanlarla çalışmağı mən çox sevirəm. Mən burada məsuliyyət var, ay bacı, qurban olum sənə. Adamlar gəlir, əməliyyatlar biz həyata keçiririk. Mənim adımdan gedirlər, hamısını nəzarətdə saxlayırıq. Hamısından bir, gör, nə qədər adamları biz, bunlar hamısı insanlardırlar. Valla bu... Sabah bir şey olsa kimin yaxasına yapışırlar, aparıcının boğazına yapışırlar. İlgizdə bir şey var. Heç bura gəlib müraciət eləməyən bizim sənətkarlarımızı, bax Allah'ın olsun, evdə oturublar, bəlkə də yada düşmürlər indi. Burada gətirmir, onların hamısını maşın göndərir, xəstəxanaya apartdırır. Hospitallarda. Arası ağrıyla onu müalicə elətdirir. Əməliyyatlarını həyata keçirir. Əməliyyatlar elətdirir. Bunları heç biz demirik. Demirik. Valla gençdə heç ehtiyac da yoxdur. Sənətkardır, yaşlıdır, gəlmir. Allah səndən razı olsun. İndi əgər biz indi kiməsə dəstək olursa, biz də qocalanda bizə də dəstək olacaq zamanlar. Bəli, bu əldə verdiyin Allah bu əldə bizə də bu yetim Elgiz yazıq nə qədər adama yardım edib, indi bunun özünə yardıma ehtiyacı var. Aparaq onu əməliyyat tərəfdirə. Allah eləmir. Məsələn deyirəm də,